Biz istəsək də, istəməsək də bəzən yolumuz xəstəxanalardan keçir. Heç şübhəsiz belə anlarda köməyimizə həkimlər çatır. O həkimlər ki, fəaliyyəti güclü təhsil bazasına söykənir. Gələcəyin həkimləri buradan yetişir. Azərbaycan Tibb Universitetindən. Əyninə ağ xalat geyinib parta arxasında oturanların günüdür həm də bugün. O şəxslərin ki, müalicə etdiyi hər bir xəstəsi ilə birgə mübarizə aparır. Ən çətin xəstəliklərə qalib gəlmək uğrunda. Bu dəhlizlər, bu divarlar vərəm xəstələrinin yaşamaq arzusunun şahididir. Qapıların arxasında ağ xalatlıları olan ümidlər dayanır. Bizim xəstəliyimiz çox ağır bir xəstəlikdir, yoluxdurucu xəstəlikdir. Buna baxmayaraq həkimlərimiz sağ olsun, özdə həyatlarını riskə atırlar. Bizə hər zaman dəstək olurlar, nəzarət edirlər. Həkimlik müqəddəs peşədir. Bir saniyənin belə dəyəri var. Çünki xəstə həyatına gec müdaxilə ölümlə nəticələnə bilər. Burada isə böyük yük Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının üzərinə düşür. Bugün çağırışlarımızın sayı həddindən artıq çoxdur. Düzdür, əsassız çağırışlarımız da çoxdur və bunlar bizə digər vacib çağırışlara gəlib çatmağımızda biraz maneçilik törədir. Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibb xidmətinin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Ölkəmizdə müasir tibb ocaqlarının, Respublikamızın periferiyasında olsa belə, müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi və yaxud əsaslı təmir edilməsi, ən böyük tibb müəssisələrinin beynəlxalq səviyyəli tibb müəssisələrinə inteqrasiyası, dünya şöhrətli tibb müəssisələrində kadrların yetişib ölkəyə gəlməsi, bunlar hamısı səhiyyə sahəsində görülən işlərin bariz nümunəsidir. Görülən işlərin uğurlu nəticəsidir ki, bugün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Görülən bütün addımlar və xüsusən səhiyyə büdcəsinin 10 dəfəyə yaxın artması müstəqillik dövründə bunu göstərir ki, dövlətin qayğısı, diqqəti və o cümlədən də bu sahənin inkişafı üçün bütün mümkün olan stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi səhiyyəmizin və həyata keçirilən islahatların daha da uğur qazanmasına gətirib çıxaracaqdır. Buna əminik, çünki bugün Azərbaycan səhiyyəsi tarixin ən mühüm inkişaf mərhələsini yaşayır. Rövşən Tahir, Nərmin Malikqızı, Elvin Qəhrəmanov, ASTV Xəbər.